2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisinə uyğun olaraq, bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırılır. Publikas xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Prezident İlham Əliyevin yeni əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə Nazirlik 2026-cı il yanvarın 1-nə qədər təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən artırır. Bildirilib ki, bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları və başqalarına, yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Həmçinin qeyd edilib ki, dövlət başçısının sərəncamı ilə sığorta olunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-nə qədər qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6% indeksləşdirilərək artırılır. Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əmək haqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir, məlumatda vurğulanıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.